Herkese salam. Bildiğiniz kimi İnvanın Abbasiya Çempionatları turnirinə hazırlaşıram və ona son 7 gün qalıb. Bugün ayaq məşqimdir. İnşallah bir həftə sonra kubok əlimizdə bu vaxtı qeyd edək. Bu vaxtı kubok əlimizdə qeyd edəcəyik. Ayaq məşqini istəyirəm sizlərlə bölüşüm. Nə işləyirəm ayağa. Düzdür, burada biraz aparatlar detiskidir, amma birtəhər məşqimizi yola verəcəyik. Onsuz da indiyə kiminə inkişaf eləmişik. Keçdi iç hərəkətimizə, tazımızı işə salırıq. Sinmə 1 set. Bunu arxaya çəkirəm ki, daha yaxşı aktiv eləyək. Bunu niyə qabaq çəkirlər, mən bilmirəm. Bizə yuxarı hissə lazımdır. Forum necədir? Bilməm, bu foruma görə like atın videoya. Neçə vaxt məni izləyirsiniz bilirəm. Ən çox hansı əzələ qrupumu bəyənirsinizsə, onu kommentlərdə bildirin. Mən fikirləşirəm ki, kürəkdir. Ayaqlar da pis deyil ha. İnkişaf elədi. Maşallah olsun. Özərənin üç başı da görünür. Yarışı da tam hazırıq. Davay, girdik. Hərəkətə. Opa, bunu da belə işləyəcək. Aparatlar değil. Baxın, ayaq. TikTokerlər var, nömrə 1. Gəlsinlər də. Natural adı ilə kurs edik. Nömrə 1 yarışlı oldu, yarış kod edik səhnədə. Saçını oturup. Ay kılı. Keçək indi. Ayağım çəksin. Ayağım buradan yeşil görünməsi üçün vacibdir. Bunda 1 set sinmə, 2 set əsas. Keçdi hərəkətə. Bir dənə tarkan şpaqatı. Sinməmizi eləyək uşaqlar. O belə sinmə olur ha. Abi buradan necə çıxın?
Getdi əsas set. The next morning. Zalın boşluğundan istifadə edə bilirsiniz ki, maşallah sizin üçün dəyərləndirin bu videonu. Maksimum dəstək verirəm sizə. Paylaşın dostlarla, olması dostlarınızla. Ayağımızı leg press'ten patlanacağıq indi. Burada 60 da orada 120 ikisine ekleme. Ya yarışma həftəsi 2 kiloda işləyə bilən. Yavrum bax. Elə feylərə getmədi ya, 10 təkrar. Çüz. Girdik. İkinci əsas set 200 kilo. Say neçə dəfə ilə. Yarışma hazır bunlar. Sonuncu.
Şu an dizindən tutub eləmədim. Amma bəziləri kimi buradan. Buradan güc verim sənə əlimdən. Dakansa. 6 təşkil. İstəyir. Bir söz var. Orada götürəcək gücün varsa yerinə qoya biləcək də ürəyin olsun. Five minutes later. Son 2 hərəkət ayağa, ondan sonra da ayaq məşqimizi bitiririk. Qarın işləyəcək. Qarını da çəkməyəcəm, knerayis edəcəm. Bir də plank. Uşaqlar yenə deyirəm, aşağı yerini yığmalıyım. 5 minutes later. İndi leg extension hərəkətinə keçirik. Daha doğrusu mən keçmişəm. Bir isimlə setmə elədim. Bir də uşaqlar nəzərinizə çatdırım. Bunu, bunu. Bacardığınız qədər arxaya çəkin. Ayağın tam aktiv işlədə bilərsiniz bu hissəyə kimi. Üç başına da işlədə bilərsiniz. Ayaq əzələsinin, quadricepsinin daha doğrusu üç başına da. Keçirik əsas setimizə 2 əsas set. Maksimum alırıq burada. İndi göstərilənə görə 87.5 kilo. Görəyin alır. Maksimum alırıq. Artırmaq istəyirəm. Ya Allah. O yüngüldür. 8 9 10. Kurwa, söylemeyeyim bu hərəkət. Bu ağırlığı da. Ayda, bura daş salmaq olur. 5 kilo gətirək salaq. 5 kilonu da qoyuruq bura. Ayda, girmir. 2 yarım da yoxdur ya bu zalda. İndi lektörlə keçəcəyik. İstirahət edək biraz. Bunu da isinməsinəm ki, indi keçirik 2 dənə əsas bunda da setə. Onu atıraq. 1 məqam deyəcəm sizə. Bunu işləyən vaxtı lektörlə çox insan tazını qaldırır. Tazınızı qaldırmayın. Bu yanlış hərəkət. Daha doğrusu doğru işləmirsiniz o zaman. Baxın, belə deyirəm, eləməyin. Taz qalxdı. Amma siz bunu bacardığınız qədər tazınızı içəri sıxsa, hamstringdən maksimal nəticə almış olasınız. Görün. 3 4 5
Uşaqlar, bugünkü məşqimizin də sonuna gəldik. Ümid edirəm videonu bəyəndiniz, xoşunuza gəldi. Və bir şey də sonuncunu demək istəyirəm bugünkü videoda. Siz belə bir videoları dəstək olsanız, belə bir videolar insanların daha çox qarşısına çıxsa, bəyənilsə, insanlar sosial şəbəkədə gördüyünüz o düşük insanların da sayı azalar. Gələcəkdə məsəl üçün video çəkənlər biraz ağılan kimi insanlar baxır, görür ki, bu biraz düşük elədi, görür ki, o ilə buna 1000-2000 like gəlib. Bunlar da gedirlər onların yoluna. İnsanların maariflənəcək videolarda baxın, sizin özünüz maariflənin, dostlarınızla paylaşın ki, insanlar görsün ki, belə şeylərə tələbat var bizim ölkədə. Düşük şeylərə yoxdur. Həm də xaricdən də baxsın, bunların idmançılarına bax, dəstək olurlar idmançılarına. Biz nəyə görə deməliyik ki, Amerikada idmançılara dəstək bizdən daha çox olur. Sizdən maksimum dəstəyi gözləyirəm. Dəstək olanlar da yaxşı ki varsınız. Sağ olun, Allah amanında. Görüşək.